Bir də oxu. Kromatografiya üsulunda üzərində müxtəlif rənglər əmələ gələn kağız necə adlanır? Aha. De Ayxan. Xromatoqram adlanır. Ötür qartopunu kimə sözündə gəl qabağa. Ehmal. Aha. Gəl. Sizce turşusunu formulu. Fikirləşsinlər uşaqlar. Deyə bilmədin? De Rəhman. CH3COOH qartopanı göndər kiməsə gəlsən də. Fikirləşsinlər uşaqlar. Deyə bilmədin? De Rəhman. CH3COOH qartopanı göndər kiməsə gəlsən. Gəl. Aha, kral suyu necə hazırlanır? Kral suyu necə? Kral suyu necə? Bilmirsənsə yoldaşlarımızdan soruşaq. Kim? De görüm Telma. Sulfat yox. Xlorid, ay sağ ol. Kral suyu hazırlanır. Bəli, nitrat və xlor. Ay sağ ol. Ötür kiməsə və? Aha, keç özündə lövhəyə qoyur, qoyur. Çay sodası və sirkə turşusunun formulu. Bilmədin? De Cəmlə. Diqqətlə bir-birinizin cavablarını qulaq asın, çünki təkrar suallar yenidən düşə bilər. Ötür qartopunu. Kimə? Aysuya, Aysu götür. Gəl özündə qabağa. Sizce turşusunun formulu nedir? Gördün? Yenə gəldi. Sirkə turşusunun formulu. Diqqətli olsaydın. Hə, sülfat turşusunun formulu. Əlidir. H2SO4. Ötür kiməsə. Ehmallıca ötür. Aha, gəl özündə qabağa. Reaksiyaları söz tanımı şəklində ifadə etdikdə ayrılan istilik və udulan istilik necə tanımır? Aha, ayrılan və udulan istilik necə? Diqqətli ol, ayrılan və udulan istiliyin miqdarı necə adlanır? Ay, sağ ol. Endotermik və eksotermik, yəni istilik effekti. Ötür kiməsə. Aha, hə. Dəmir paslanması bəs bu hansı maddələrin təsirindən baş verir? Aha, dəmir paslanması hansı maddələrin təsirindən baş verir? Bilənlər əl qaldıra bilər sadəcə olaraq. Aha. Kim deyər? De görüm Rəhman. Oksigen və su buxarı. Ötür kiməsən? Yanındakilardan da verə bilərsən. Nərminə. Novruzlu gəl qabağa. Atanda və tutanda diqqətli olun uşaqlar, səliqəli alınsın. Kimyəvi reaksiyaların əlamətləri hansılardır? Kimyəvi hadisə haqqında danışın. Kimyəvi hadisənin haqqında dadın dəyişməsi, rəngin dəyişməsi, formulun dəyişməsi, ondan sonra qoxunun dəyişməsi, başqa. Düzdür. Demək olar ki, dedim, istiliyin və ayrılması və udulması da buranın. Bəli, dadın dəyişməsi. Aha, dadın da dəyişməsi. Kiməsə ötür. Qalx. Sərfinaz buyur. Eksosözünün mənası qazın ayrılması. Xaricə ayrılması. Doğrudur. Doğrudur. Aha. Kimə atırdın? Əvvəlcədən bir məlumat ver, tutsun da. Hə. Diqqətli olsun da, yedi ki. Rəhman buyurdur. Eksotermik və endotermik reaksiyalar nə ilə fərqlənir? Eksotermik reaksiyalarda mənə istilik udulur, endotermikdə isə mənə istilik ayrılır.
Eksotermiksə ayrılır, eksotermikdə. Bu dəfə qəbul edirəm. Gələn dəfə belə çaşqınlıq olsa, sən də bura gələcəksən. Yaxşı, diqqətli ol. At kiməsə, kimə atacaqsan? Aha, Telmana. Buyur Telman. Xlorid turşusunun təbaşir parçası daxil etdikdə qaz qabarcıqları ayrılır, yoxsa udulur? Xlorid turşusunu mən o sualı biraz dəyişim, çünki ya belə olur sualları sevmirəm. De görüm, xlorid turşusunu biz təbaşir parçasına töksək, orada hansı qaz qabarcıqları çıxır? Aparmışdım eksperimentdə. Demişik burada da hansı qaz qabarcıqları çıxır? Karbon qazı qabarcıqları, çünki təbaşirin tərkibində var o. At kiməsə topanı. Verə də bilərsən yan görəndə. İştirak eləməyənlərə də, uşaqlar iştirak eləməyənləri də. Maddəmizdə mədəmizdə həzm prosesini tənzimləyən tuşu hansıdır? Aha, özü fikirləşsin. Uşaqlar sakit. Düzdür, xlorid turşusu. Aha. Aç görə gəlim. Kristallaşma güzlü kızdırdıktan ne baş verir? Necə? Kristallaşma güzlü kızdırdıktan ne baş verir? Sualı bir dənə gətirməm, bir dənə baxım ona. Böyle soğuk. Kristal hidratları qızdırdıqda nə baş verir? Sən düz oxumursan axı. Kristal hidratları qızdırdıqda. Yox, siz yerinizdə. Kim bilir? De. Əlvi çıpmı? Yox. Kristal hidratları qızdırsa nə baş verəcək? Çox asan sualdır əslində. Hə. De görüm Ayxan. Buxarlanma tərkibindəki kristallaşma suyu buxarlanacaq. Qartopanı at və gəl özündə. Səni oyundan çıxartdılar.